Salam ana, biz indi bugün şəhid Elmar İbrahimovun evindeyik. Gözəl anamız, hoş gördük sizi. Hoş gördük. Allah Hoş gelmişsiniz. çok sağ olun, teşekkür edirik. Allah sizin nur üzlü övladınızın şəhidimizə rəhmət etsin. Cənnət qoxulu balamızdır. Çok sağ olun. O təkcə sizin balanız deyil, o bütün Azərbaycan xalqının balasıdır. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Elmarla bağlı nə deyə bilərsiniz? Ana, düzdür, bu sualım sizə necə deyərlər, çətinlik olsa da danışmağınıza, övladınız igiddir, övladınız qəhrəmandır. Qəhrəman anası kimi qürur verici bir sözlərinizi eşitmək istərdik. Allah hamıya sağlıqlar versin kızım. Ben tamam başka cür adamım. Öyle bir Allah beni ne sevinirəm ki, ne yaşım ben belə olmuşum. Ben özümü məğrur göstərirəm cəmaatın içində ki, məsəl üçün ağlasam, eləsəm, dost kədərləri, düşmənlər sevinir. Həmişə özümü, o ən süstələr yox, ama son vaxtlar özümü məğrur göstərdim cəmaata. Allah'ın bir yazısıdır, Allah'ın bir qismətidir. Mən Qurana inanıram. Bilirəm ki, bizim oğlumuz şəhidlər aləmindədir. Evdə şəxsən gəzməyi gözümlə görmüşəm. Ama mən ona inanıram. Ama analıq hissi mənə əzab verir. Tam səmimi. Şu anaların kürəyi, ciyarı, hər şey yanır. Böyle bir odlanır. Bir möcüzədir qızımlar belədir. Bəli. Bizim gələcəyimiz üçün şəhidlərimiz öz canlarından keçdilər. Öz qanları ilə zəfər